bürcü 26 avqust 2026-cı il. Diqqətinizi faydalı işlərə yönəldin. Həm özünüz, həm də başqaları üçün çoxlu yaxşı işlər görmə imkanınız olacaq. Qeyd etmək lazımdır ki, bugün qoçların əksəriyyəti başqalarının problemlərini həll etməklə, ədaləti bərpa etməklə və ya buna bənzər başqa fəaliyyətlə məşğul olmalı olacaqlar. Buğa bürcü 26 avqust 2026-cı il. İstənilən praktiki məsələnin həlli üçün əla gündür. Ən yaxşısı müstəqil şəkildə öhdəsindən gələ biləcəyiniz işlərə diqqət yetirməkdir. Kimdənsə kömək istəsəniz çox güman ki, xeyli izahat verməli olacaqsınız və buna sərf etdiyiniz vaxta görə peşman olacaqsınız. Bir çox işin öhdəsindən həqiqətən özünüz gələ bilərsiniz. Bunun üçün kifayət qədər təcrübəniz, biliyiniz və konkret bacarıqlarınız var. Əkizlər bürcü 26 avqust 2026-cı il. Günün əvvəli bir çox mürəkkəb tapşırığın həlli üçün münasib olacaq. Bu vaxt uzun müddətdir üzərində baş sındırdığınız suallara cavab tapmağınız istisna deyil. Bəzi əkizlər iş və biznesin inkişafı ilə bağlı düzgün qərar qəbul etmək üçün lazım olan məlumatı əldə edə biləcəklər. Xərçəng bürcü 26 avqust 2026-cı il. Sizi hadisələrlə zəngin və kifayət qədər yorucu bir gün gözləyir. Dərhal həll olunması tələb edilən məişət problemlərinin yaranması istisna deyil. Yeri gəlmişkən bunun üçün müəyyən xərclər də lazım ola bilər. Buna görə bir çox xərçəng üçün diqqətini işə cəmləmək çətin olacaq. Halbuki kifayət qədər mühüm tapşırıqları həll etmək lazım gələcək və bürcün bir çox nümayəndəsi bunu tək başına etməli olacaq. Şir bürcü 26 avqust 2026-cı il. Sizi pis olmayan bir gün gözləyir, lakin səhər sizi narahat edəcək bəzi xəbərlər gələ bilər. Burada nəzərə alın ki, hər şeyi yaxşıca yoxlamaq lazımdır. Kiminsə istəmədən sizi yanıltması istisna deyil. Müsbət tendensiyaların təsiri kifayət qədər sürətlə güclənəcək. Günün birinci yarısı işlə bağlı xoş xəbərlər gətirəcək. Qız bürcü 26 avqust 2026-cı il. Elə səhərdən mürəkkəb məsələlərin həllinə başlamaq olar. Çox güman ki, onların öhdəsindən yaxşı gələcəksiniz. Həm evdə, həm də işdə ətrafınızdakı insanlarla münasibətlər rahat şəkildə inkişaf edəcək. Ciddi fikir ayrılıqları üçün səbəb yaranmayacaq. Bəzi çətinliklər mümkündür, lakin siz onların öhdəsindən gəlməyin yolunu kifayət qədər tez tapacaqsınız. Tərəzi bürcü 26 avqust 2026-cı il. Həyatınızı asanlaşdırmağa çalışarkən xəyallara qapıla və arzuladığınızı həqiqət kimi qəbul etməyə başlaya bilərsiniz. Ətrafınızdakı hadisələrə daha realist baxan və çoxdan qarşınıza qoyduğunuz məqsədlərə həqiqətən çatmaq üçün necə hərəkət etməyin daha yaxşı olduğunu deyə biləcək bir insan olmazsa, bunun kifayət qədər ciddi problemlərə gətirib çıxarması istisna deyil. Əqrəb bürcü 26 avqust 2026-cı il. Günün əvvəlində soyuqqanlığı qorumaq çətin olacaq. Bir çox əqrəb hətta əhəmiyyətsiz hadisələrə belə kəskin reaksiya verəcək. Bürcün ən əsas nümayəndələri isə xırda şeylərə görə inciyə bilərlər. Ünsiyyətdə seçici olmaq çox vacib olacaq. Sizi tənqid edən və xoşagəlməz iradlarla, tarazlığınızı pozan insanlarla daha az vaxt keçirməyə çalışın. Ox atan bürcü 26 avqust 2026-cı il. Gün yaxşı ideyalar gətirəcək, xüsusilə xoş olan odur ki, düşündüklərinizi demək olar ki, dərhal həyata keçirməyə başlaya biləcəksiniz. Ulduzlar sizin tərəfinizdə olacaq. Günün birinci yarısında başlayacağınız bir çox işdə şübhəsiz ki, əla nəticələr əldə edəcəksiniz. Ola bilsin ki, yeni tanışlar sizə kömək təklif etsinlər. Oğlaq bürcü 26 avqust 2026-cı il. Bu çərşənbə bir çox məsələdə bəxtiniz gətirəcək, lakin səhər emosional fon kifayət qədər gərgin olacaq. Bürcün bəzi nümayəndələri xırda şeylərə görə narahat ola. İstənilən irada kəskin reaksiya verə. Nəsə plana uyğun getmədikdə əsəbləşə bilərlər. Belə anlarda ən vacib məsələ ideyalarınızı həyata keçirməkdən imtina etməmək, əvvəllər seçdiyiniz istiqamətdə irəliləməyə davam etməkdir. Dolça bürcü 26 avqust 2026-cı il. Günün əvvəli bəzi köhnə işgüzar əlaqələri bərpa etmək, vaxtilə əməkdaşlıq etdiyiniz insanlara özünüzü xatırlatmaq üçün münasib olacaq. Onların maraqlı bir şey təklif etməsi istisna deyil. Düzdür, hələlik bütün müzakirələr ilkin xarakter daşıyacaq. Daha ciddi razılaşmalara isə həftənin sonuna yaxın nail olmaq mümkün olacaq. Balıqlar bürcü 26 avqust 2026-cı il. Sürətlə hərəkət etməli olacaqsınız. Çünki əvvəlcədən planlaşdırılmış tapşırıqlara gözlənilmədən yeniləri əlavə oluna bilər. Prioritetləri düzgün müəyyənləşdirmək, ilk növbədə hansı işə başlamaq, hansını isə sonraya saxlamaq barədə qərar vermək sizin üçün kifayət qədər çətin olacaq. Bundan əlavə bəzi balıqlar əvvəllər buraxdıqları səhvləri düzəltməli olacaqlar. Bu asan məsələ olmayacaq. İstədiyiniz nəticəni əldə etmək üçün çox səy göstərmək lazım gələcək.